Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri. Çinar yayımlarının 4-cü siniflər üçün riyaziyyat yarpaq test vəsaitindən izahlarımız davam edir. 8-ci testin izahı ilə qarşınızdayıq. Birinci sualda yazır ki, Elmarın söylədiyi ədəd Zeynəbin söylədiyi ədəddən 13465 vahid böyükdür. Zeynəbin söylədiyi ədəd hansıdır? Biz Elmarın söylədiyi ədədi bilirik. Bu Elmardır. 42342-dir. Və Zeynəbin söylədiyi ədədi tapmaq istəyiriksə, biz bilirik ki, Elmarın söylədiyi ədəd böyükdürsə, əksi olaraq Zeynəbin söylədiyi ədəd bundan nə olacaq? Kiçik olacaq həmin qədər. Yəni 13465 vahid. Ona görə də Elmarın söylədiyi 42342-dən çıxmış olaraq 13465-i. Və bununla da Zeynəbin söylədiyi ədədi tapmış olarıq. 42-dən, yəni 2-dən 5 çıxmağı olmur. 4-dən birim veririk. 12-dən 5 çıxırıq eləyir 7. 4-ün yerində 3 qalıb. 3-dən birim versək 13-dən 6 çıxsaq 7 etmiş olacaq. 3-ün yerində 2 qalıb. 2-dən birim vermiş olacaq. 12-dən 4 çıxsaq 8. 42-nin yerində 41 qalıb. 41-dən də 13 çıxsaq edəcək 28. 28877 doğru cavab da A variantında verilmişdir. Növbəti ikinci tapşırıqda yazır ki, quşçuluq fabrikində 25627 soyuq, bundan 4732 ədəd az ördək və ördəyin sayından 5347 ədəd az qaz var. Fabrikdə neçə qaz var? Deməli, fabrikdə olan quşlar hansılardır? Toyuqlardır. Toyuq, ördək və qazlar. Biz toyuqların sayını bilirik ki, 25627-dir. Yazırıq 25627. Qazların sayını bilmək üçün ördəklərin sayını bilməliyik. Deməli, birinci bizə lazım olacaq ki, fabrikdə neçə ördək var. Çünki bunu bilməsək, qazın sayını tapmaq çətin olacaq. O səbəbdən də ilk olaraq ördəklərin sayını tapırıq ki, 25627-dən çıxmış olarıq 4732-ni. 27-dən 2 çıxanda 5 qalmış olur. Burada 2-dən 3 çıxa bilmir, altdan birim veririk. 12-dən 3 çıxırıq, 9 etmiş olacaq. Daha sonra burada 5 qalıb, 5-dən birim veririk. 15-dən 7 çıxırıq, 8. 25-in də 24 qalıb, 24-dən də 4 çıxsaq 20 etmiş olacaq. Ördəklərin sayını tapdıq ki, 20895-dir. Və ördəklərin sayından 5347 ədəd az olduğuna görə qazlar, ona görə də ördəklərin sayı 20895-dən də çıxmış olarıq 5347-ni. Burada da yenə də 2 də çıxa bilərsiniz. 95-dən 47 çıxırsınız. 2 ədəddən 2 ədəd çıxanda 2 ədəd yazmalıyıq bura. Bu da 48 eləyir, 48 yazırıq. Daha sonra 8-dən 3 çıxanda eləyəcək 5, 20-dən də 5 çıxanda 15 etmiş oldu. Oldu 15548. Deməli 15548 ədəddə qaz var və bu da doğru cavabımız B variantında verilmişdir. 3 dənə yazır ki, ananın mağazadan aldığı pomidorun kütləsi kələmin kütləsindən 650 qram çoxdur. Kələmin kütləsi 2950 qram olduğuna görə ananın aldığı tərəvəzlərin ümumi kütləsi nə qədərdir? Ana nə alıb? Pomidor alıb. Daha nə alıb? Kələm alıb. Biz kələmin kütləsini bilirik. Bilirik ki, kələm 2950 qramdır. 2950 qramdır. Pomidorun kütləsini də bildikdən sonra alınan bütün tərəvəzlərin ümumi kütləsini tapa bilərik. Və bizə deyir ki, pomidorun kütləsi kələmin kütləsindən 650 qram çoxdur. Ona görə də 2950 kələmin kütləsinin üzərinə 650 qramı gəlmiş olaraq ki, bu da deyəcək 3600 qram etmiş olacaq. Deməli, pomidorun kütləsi oldu 3600 qram etmiş oldu. Və bunun ümumi kütləsini bizdən soruşduğuna görə bunları cəmliyi burada yazmış oluram. 50 etmiş olur. 36 ilə də 29 toplasaq 65 elədi 6550. Deməli 6550 qram tərəvəz almışdır ki, doğru cavab da B variantında verilmişdir. 4-də yazır ki,
Aynur 4 rəqəmli ən böyük cüt ədəddən neçə çıxarsa 3 rəqəmli ən böyük tək ədədi alacaq. Gəlin bunun üçün bir hesablama yazmış olaq ki, bunun üçün də 4 rəqəmli ən böyük cüt ədəd neçə olduğunu tapmaq üçün biz bilirik ki, burada rəqəmləri fərqli demədiyinə görə 9998 götürək. Sadəcə sonuncu rəqəmi 9 götürmürük. Cüt dediyinə görə 8 götürürük. Bundan neçə çıxsaq, bilmirik neçə çıxsaq. Tənliksiz yazıram ki, yəni boş xana yazıram. Bu da bərabərdir. Yəni çıxılan bizə məhsuldur, bilmirik məhsulu. Ondan sonra da 3 rəqəmli ən böyük tək ədəd alar ki, 3 rəqəmli ən böyük tək ədəd də 999-dur. Burada da rəqəmləri fərqli olan demədiyinə görə bu cürdə qeyd etmiş olarıq. Bunun üçün də biz məhsul çıxılanı tapmaq üçün bilirik ki, azalandan fərqi çıxmağımız lazımdır. Yəni 9998-dən 999-u çıxmış oluruq. 1000-i çıxmış olsaq, 8998 eləyir. Üstünə də 1 gəlsə, 8999 etmiş olacaq. Burada doğru cavabımız da B variantı olur. Bir də baxaq. 8-dən 9, bəli. 8998 üstünə də 1 gəlmiş olsaq düzdür. Doğru cavabımız B variantında verilmişdir. Növbəti 5-ci sualla davam etmiş oluruq. Görək 5-ci sualda nə yazır? 5-də yazır ki, ayaqqabı fabriki 2440 ədəd kişi ayaqqabısı, 3525 ədəd qadın ayaqqabısı, 1560 ədəd uşaq ayaqqabısı sifariş götürmüşdür. Ayaqqabı fabriki cəmi nə qədər sifariş götürmüşdür? Yəni, bunları bir-biri yazmaqdan bilirik ki, bunların cəmi qədər sifariş götürüb. Ondan görə də bunları cəmləsək, alt-alta 2440, üstə gəlsin 3525 və 1560 yazırıq və bunları neyini toplayırıq. Təhlilləri toplasaq 5 etmiş olacaq, onluqları 12, 2 yazırıq. 1 yadda, 14 o da 1, 15, 5 yazırıq. 1 yadda, 2, 3, 1, 6 o da 1, 7. 7525 olacaq ki, doğru cavabımız da B variantında verilmişdir. Buranı da silək. 6 nömrəli tapşırıqda yazır ki, hündürlüyü 5076 metr olan dağın 3086 metr məsafəsini qət edən alpinist zirvəyə çatmaq üçün daha nə qədər məsafə qət etməlidir? Ümumi məsafədən qət etdiyi məsafəni çıxsaq, qalan məsafəni tapmış olarıq. Ümumi məsafə 5076-dır. Qət etdiyi məsafə isə 3086 olmuş olur. Və buna görə də biz 5076-dan 3086-nı çıxırıq. 0 qalmış olur. Burada 17-dən 8 çıxmış olsaq qalacaq 9. Burada 9 qalıb 9-dan burada 9 olur. Burada 4 qalıb 4-dən də 3 çıxırıq. Qalacaq 1. Oldu 1990 metr məsafədə D variantında verilmişdir. 7-ci tapşırıqda yazır ki, tərəvəz dükanında 5290 kiloqram yer kökü var idi. Birinci gün 1950 kiloqram, ikinci gün bundan 450 kiloqram az, üçüncü gün isə ikinci gündəki qədər yer kökü satıldı. Dükanında nə qədər yer kökü qaldı? Biz bilirik ki, 2 gün satılmışdır. Bu birinci gün olsun, bu da ikinci gün olsun. Bu 2 gündən sonra, hətta üçüncü gün isə 3 gün satılıb, üçüncü gün satılıb və bundan sonra qalanın istəyir bizdən. Tərəvəz dükanında cəmi yer kökü nə qədər idi? 5290 kiloqram idi. Bunların cəmi də nəyə bərabərdir? 5290. Burada qalanı da qeyd etmiş olaq. Qalanı bizə lazımdır. Dükanda nə qədər yer kökü qaldı? Bilirik ki, birinci gün 1950-dir. Yazırıq bura 1950 kiloqramdır. Kiloqramı yazmırıq. İkinci gün bundan 450 kiloqram az. Deməli, ikinci günü tapmalıyıq. Ona görə 1950-nin 50-dən çıxarıq 450-ni çıxmış oluruq. Bu da deyəcək 1500 etmiş olacaq. Deməli, ikinci gün 1500 kiloqram satılıb. Üçüncü gün isə ikinci gündəki qədər yer kökü. İkinci gündəki 1500 idi. Burada da 1500 yazmış oluruq. Satılan yer kökü ümumi cəmin tapmış olarıq ki, burada 50 etmiş olur. Son iki rəqəmlər toplu 19, 30, 49. Burada 49 yazmış olur. 4950 etmiş olur. Və ümumi kütlədən, yəni 5290-dan çıxmış olarıq 4950-ni çıxmış oluruq. 90-dan 50 çıxsaq 40 qalmış olur. 52-dən də 49 çıxmış olsaq 3 qalmış olacaq. 340 kiloqram
qalmışdır ki, bu da 340-ı da bura yazsaq, doğru cavabımız da D variantında verilmişdir. 8-də yazır ki, teatrdakı tamaşanı 1251 nəfər kişi, bundan 411 nəfər çox qadın və qadınlardan 1125 nəfər az uşaq izləmişdir. Teatrdakı uşaq və qadınların birlikdə sayı nə qədərdir? Biz bilirik ki, kişilər izləyib, baş hərflərini yazıram, qadınlar izləyib, bir də uşaqlar izləmişdir. Kişilərin sayını bilirik ki, 1251-dir. Qadınların sayı bundan 411 nəfər çox olduğuna görə, deməli, birinci sualımız olar ki, neçə qadın izləyib? 1251 üstə gəlsin 411. Burada da eləyəcək 1662 olacaq. 1662, 1662 70 oldu. Uşaqların sayısı qadınların sayından, qadın və qadınlardan 1125 nəfər az. Deməli, 1662-dən də çıxmış olarıq 1125-i. 62-dən 25 çıxmış olsaq 37 qalmış olur. 16-dan da 11 çıxdıqda 5 qalmış olacaq. 537. 537. Və bizə deyir ki, qadın və uşaqların birlikdə sayı nə qədərdir? 7 ilə 2-ni toplamış olsaq 9 etmiş olur. 6 ilə 3-ü toplasaq 9 etmiş olacaq. 16 ilə 5-i toplayanda 21. 2191 nəfər, 99 nəfər, 99 nəfər bu da C variantında verilmişdir. 9-da yazır ki, Davud 1979-cu iyul ayının 22-si Cəbrayıl rayonunda anadan olmuşdur. 1993-cü il 23 avqust tarixində işğal olunan Cəbrayıl rayonu 2020-ci il oktyabrın 4-də işğaldan azad olunmuşdur. Cəbrayıl rayonunu işğaldan azad olunma zamanı Davudun neçə yaşı var idi? Əlbəttə ki, işğaldan azad olunduğu tarixi, Davudun doğum tarixini, işğaldan azad olunma tarixindən Davudun doğum tarixini çıxsaq, Davudun həmin vaxtı, yəni işğaldan azad olunduğu tarixdə 4 oktyabrda neçə yaşı olduğunu tapmış olarıq. Buna görə də yazırıq ki, 2020 çıxılsın 1979. Ondan 9 çıxanda 1 eləyir, 2-nin yerində 1 qalmışdı. 11-dən 7 çıxanda 4 etmiş olur. 9-dan 9 çıxanda 0, yəni 41. Bunlar da 0 eləyir, 41. Deməli, neçə yaşı olub? 41 yaşı olub. Əslində, belə deyək də, 41 yaşı tamam olub, 41 yaşı var idi. Neçə yaşı vardı? 41 yaşı vardı. 42 yaşına keçib. Amma burada 41 yaş götürmüş olaraq. Bu qədər. 10-cu tapşırığa baxırıq. Görək ki, onda nə yazır? Yazır ki, cədvəldə uşaqların 1 il ərzində işlədikləri test sayı göstərilmişdir. Bu 1 il ərzində kim daha çox test işləmişdir? Azərbaycan dili və riyaziyyatdan testlər işləmişdilər. Hər birinin işlədikləri testlərin ümumi sayını tapmış olarıq və bunun üçün ki, bizdən ən çox kim test işləyib onu soruşur. İlk öncə lamiyəni tapmış oluruq ki, lamiyəni tapmaq üçün 5342-nin üzərinə 6251-i gəlmiş olarıq. 42 ilə 51-i toplasaq 93 etmiş olur. 53 ilə 62-ni də toplayanda edəcək 115, o da 11593. Bunu tapmış olduq. Növbəti baxırıq ki, kimdə? Aynurdur. Aynuru tapmaq üçün də Azərbaycan dildən 4648, üstünə gəlmiş olaraq 8364, 8364. Bunları da toplasaq 48 ilə 64 edəcək 112, 12 yazırıq. 1 yadda 46 ilə 83 eləyəcək 129, o da bir 130, 130. Deməli, olacaq neçə? 13012 test işləmiş olacaq. Hesablamaya diqqətli olarsınız. Bəlkə də gözümdən qaçan nəysə ola bilər. Daha sonra Həsəndən danışır. Həsəni yazmış oluruq. Həsənin işlədiyi Azərbaycan dilindən 9545, 9545. Riyaziyyatdan işlədiyi 4792-dir. 4000. Uşaqlar, burada bir dənə baxın. Burada 2-dir. Mən bura 4 yazmışam. Buradakı 4-dən səhv salmışam. Buna yaxşı ki, indi baxdım. Hər zaman diqqətli olarsınız. Bəzən gözümdən qaçan bir şey olar. Burada 2 yazdığımıza görə burası 0 olmuş olacaq. Yəni, əslində 110 eləyir. Tamam, bu da elədi neçə? 13010 etmiş oldu.
13.010 etmiş oldu. 2 vahid çox hesablamışdıq. Tamam, 9545 isə gəl 4794, 4794. Bunları da toplamış olsaq, əlbəttə hər biri toplama əməlidir. Bunun cəmini tapmalıyıq. 45 ilə 94-ü toplasaq eləcək 139 etmiş olur. 39-u yazırıq bir yadda. Növbəti 95 ilə 47-ni toplamış olsaq eləcək 142 etmiş olur. O da 143. 143 etmiş oldu. Və bundan sonra baxırıq ki, Fəriddir. Fərid işləyib 5666, 5666 Azərbaycan dilindən, 5768, 768 də buradandır. 66 ilə 68 toplasaq 134 edir. 34-ü yazırıq. Bir yadda 56, 57, 113. O da bir 114 etmiş olacaq. Və bizə deyir ki, kim daha çox test işləmişdir? Ən böyük burada baxırıq ki, biz bilirik ki, rəqəmlərin sayı hamısında eynidir. Deməli, 10 minliklər mərtəbəsi hamısında 1-dir. Daha sonra minliklər mərtəbəsi 1, burada 4, burada 3, burada da 1-dir. Və biz bilirik ki, H hərfi kimidir? Həsən. Həsən ən çox işləyib, o da C variantında verilmişdir. Bu qədər. Biraz diqqətli olarsınız. Bəzən gözümdən qaçır. Görürsünüz ki, orada 2-nin yerinə 4 yazmışdım. Aşağıdakı 4-ü görmüşdüm. 11-də yazır ki, mənim ən sevdiyim maşının qiyməti 27.390 manatdır. Dostumun sevdiyi maşının qiyməti isə 34.500 manatdır. Dostumun sevdiyi maşının qiyməti mənimkindən neçə manat bahadır? Bunların fərqini tapmaq lazımdır. Ona görə də dostumun sevdiyi maşının qiyməti 34.500-dən çıxmış olaraq mənim sevdiyim maşının qiyməti 27.390-ı. 0 yazırıq. 50-dən 34 çıxmış, 39 çıxmış olsaq eləcək 11. 34-dən də 27 çıxmış olsaq eləcək 7. 7110 manat etmiş olur ki, bu da B variantında verilmişdir. Uşaqlar, mən çox zaman 2-2 çıxıram. Məsələn, bunu 1-1 çıxdım buradan. Daha sonra gəldim 50-dən çıxdım neçəni? 39-a 11 edir. Sonra 34-dən də 27-ni çıxdım, elə də neçəyə 7. Yəni 2-2 çıxmağı da öyrənə bilərsiniz. Bu daha rahat olacaq. Əlbəttə ki, gələcəkdə məntiq izahlarını da sizlərlə paylaşacağam və bu paylaşımlarda tez hesablama sizə çox kömək olmuş olacaq. Davam edirik. Növbəti tapşırıq və növbəti tapşırıq 12-də yazır ki, bir kəndli yığdığı məhsulların 2250 kiloqramını bazara, 5670 kiloqramını isə konserv zavoduna satmışdır. 370 kiloqram məhsul qalmışdırsa, kəndli nə qədər tərəvəz yığmışdır? Yığılan bütün məhsullar kəndlinin, yəni həm bazarda satdığı, həm konserv zavoduna verdiyi, həm də ki, qalan məhsul onun yığdığı məhsulların, yəni bunların cəmi yığdığı məhsullara bərabərdir. Ona görə bunları toplayır, yazır 2250 üstə gəlsin 5670 və üstə gəlsin 370. Toplamış olsaq 0 gəlmiş olur. 5, 7, 7. Eləcək 19, 9 yazırıq bir yadda. 2, 6, 3, 11, o da bir 12, 2 yazırıq bir yadda. 2, 5, 7, o da bir 8. Elədir 8290. 8290 harada var? A variantında var. Bu da bizim cavabımız olmuş oldu. 13-də yazır ki, zavod 3 aya 12600 maşın hazırlayır. Zavod 6 aya neçə maşın hazırlayır? Hər 6 aya hazırladığını tapmaq istəyiriksə, biz bir ki 6 ayın içində neçə 3 ay var? 2-3 ay var. Deməli 2 qatı qədər hazırlanmış olacaq. Yəni 6-nı bölürük 2-yə, bu da bərabərdir 2-yə başlayır. 3-ə 3-ə bölürük. Bu da eləyir 2. Demək 2 dəfə çox hazırlanmış olacaq da. Hər 3 ayda 1200 neçə dənə 3 ay var 6 ayın içində? 2 dənə. Ona görə də 12600-ün üzərinə yenə də 12600 gəlmiş oluruq ki, bunlar da toplayanda eləyəcək 25270 olacaq. 25200. Doğru cavabımız da D variantında verilmişdir. 14-də yazır ki, mağazada 14374 metr parça var idi. Bir həftə ərzində 7349 metr parça satıldı. Mağazada neçə metr parça qaldı?
Qalan parçanı satmaq üçün ümumi parçadan, yəni mağazada olan cəmi parçadan satılan parçanı çıxmağımız lazımdır. Və buna görə də 14.374-dən çıxmış oluruq 7.349-u. Burada da 74-dən 49 çıxmış olsaq, eləcək 25. 143-dən 73 çıxsaq 70 qalmış olacaq. 7025 metr, 7025 də C variantında verilmişdir. 15-ə baxırıq, yazır ki, hovuzda 6374 litr su var. Hovuzun tutumu 24500 litrdirsə, nə qədər su tökülsə, hovuz tam dolacaq. Hovuzun ümumi tutumundan hovuzda olan suyu çıxsaq, yəni fərqi tapmış olaq ki, nə qədər lazımdır ki, dolsun. Ona görə də 24500-dən çıxmış oluruq hovuzda olan suyu, yəni 6374-dü. Buradan da ondan, yəni 5-dən birini veririk bura 10, ondan buradan da veririk 9, bu 9 olacaq, bu 10 olur. Ondan 4 çıxanda 6, 9-dan 7 çıxanda 2, burada 4 qalmışdı. 4-dən 3 çıxanda 1, 24-dən də 6 çıxmış olsaq, eləcək 18. Deməli 18126 litr bu da doğru cavab A variantında var. Sonuncu suala gəldik. Bir daha nəzərinizə çatdırım ki, video izahlarımız sizin üçün əgər bir belə də köməkliyi olursa, mütləq videolarımızı bəyənməyi yaddan çıxartmayın. Bizə dəstək olun. Videoların davamı üçün və yaxud da təklifləriniz üçün də bizə yaza bilərsiniz. Çinar yayımları olaraq hər zaman sizə dəstək olmağa çalışırıq. Ən gözəl şəkildə video izahlar hazırlamağa çalışarıq. Sizin də dəstəyiniz mütləq lazımdır. 16 nömrəli tapşırıqda yazır ki, turistlər birinci gün 12900 metr, ikinci gün bundan 270 metr az, üçüncü gün isə ikinci gündəkindən 1140 metr çox yol getdilər. Turistlər 3 günə neçə metr yol getdilər? Ümumi gedilən yolu tapmaq üçün hər gün gedilən yolu bilməliyik. 3 gün yol gediblər. Birinci, ikinci və üçüncü günlərdir. Birinci gün gedilən yolu bilirik 12900 metrdir. İkinci gün bundan 270 metr azdırsa, deməli ikinci günü tapmaq üçün 12900-dən çıxmış olaraq 270-i. Bu da bərabərdir. Eləyəcək 12630. 630 etmiş oldu. Burada yazılır 12630 metr. Və bizə deyir ki, üçüncü gün ikinci gündəkindən 1140 metr çox gedib. Ona görə də 12630-un üzərinə gəlmiş olaraq 1140-ı gəlmiş olaraq. 30 ilə 40-ı toplayanda 70 edir. 126-nın üzərinə 11 gəlsə 137 70 olacaq. 13770. 13770 metrdə burada getdi. Bizdən cəmin soruşur. Cəmi də tapmaq üçün burada yazıram. 70 sıfırları yazmış oluruq. 1 yadda 9, 6, 13, 22, o da 1, 23, 3 yazırıq. 2 yadda 12, 12, 24, 37, o da 2, 39, 39300, 39300 yoxdur. Axı turistlər 3-cü gün, 3-cü günü soruşur bizdən, üzrü saymayın, 3 günü hesablamışam. Bağışlayın. Yəni buna baxmadım. Sanki fikrimdən çıxdı. 3-cü gün 13770, 13770. Şimdi dediyimiz ki, bu da oldu nə? A variantında verilmişdir. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə 9-cu testin izahı ilə qarşınızda olaraq hələlik sağ olun.